Salam, axşamınız xeyir olsun. MTV Azərbaycan efirində sənin seçimin canlı olaraq yayımdadır. Bugün ortoped və travmatik xəstəliklərdən və onurğa oynaq xəstəliklərindən üzr istəyirəm danışacağıq. Bununla bağlı studiyamıza dəyərli mütəxəssis dəvət etmişəm. İlk olaraq onu sizə təqdim edim. Ortopediya və travmatologiya uzmanı doktor Şəhriyar Fətullayev. Doktor, xoş gəldiniz. Hoş gördük. Təşəkkür edirik dəvətimizi qəbul etdiyinizə görə bu qarlı çovğunlu bir zamanda vaxtınızı bizimlə bərabər keçirdiyiniz üçün. Demək ki, travmatoloji xəstəliklər və oynaq xəstəlikləri günün aktual xəstəliklərindən biridir və xüsusən də bu iqlim şəraitinin hava qarlı, buzlu havalarda daha çox yıxılmaların, zədələrin sayının daha da artdığı bir məqamda. Ümumiyyətlə, ilk olaraq belə bir sualla giriş etmək istəyirəm. Travmatologiya təbii ki, çoxlarımıza bəlli olsa da, bu sahədə məşğul olan həkimlər travmatoloq olaraq adlanır. Travmatoloq konkret olaraq sahənin hansı istiqamət üzrə fəaliyyət yönümdədirlər və hansı xəstəliklər bu bölümə daxildir? Mən hər kəs salamlayıram, təşəkkür edirəm dəvət elədiyiniz üçün. Biz təşəkkür edirik. Ortopediya, travmatologiya müasir tibb elminin bütün innovasiyalarını özündə birləşdirən cərrahi yönümlü bir ixtisasdır. Daha çox dayaq hərəkət sistemini, muskuloskeletal, yəni sümük, əzələ, oynaq, vətər, bağların xəstəlikləri ilə, anadan gəlmə və qazanılma xəstəlikləri ilə məşğul olan bir sahəsidir və ən qədim sahələrindən biri hesab olunur. Xüsusən ortopediya, travmatologiya iki fərqli istiqamətin birlikdə təzahürünü özünə əks etdirir. Xüsusən travmalarla məşğul olan hissəsi travmatologiya böyük bir sahəsidir. Ortopediya isə daha çox mexaniki və anadan gəlmə dayaq hərəkət sistemi xəstəliklərlə məşğul olur. Bu ixtisasın əsas xüsusiyyəti ondan ibarətdir ki, yeni doğulmuş dönəmindən, hətta artıq intrauterin, yəni doğulmadan öncəki dövrdə belə başlayan dayaq hərəkət sisteminin inkişafı, orada inkişaf qüsurları ilə erkən diaqnostikaların qoyulması və həyatın bitiminə qədər, ölüm yaşa qədər olan bütün dayaq hərəkət sisteminin xəstəliklərlə məşğul olur. Ümumi götürdükdə 6-7 alt sahəyə ayrılır, fərqli istiqamətə ayrılır. Bunları sadalasaq, travmatoloji xəstəliklər, mexaniki travmaların, fiziki, kimyəvi travmaların təsirindən yaranan dayaq hərəkət sistemi xəstəlikləri, oynaq xəstəlikləri özü iki istiqamətə ayrılır. Artroskopiya və artroplastika dediyimiz cərrahi metodların tətbiqi ilə özünü göstərir. Pediatrik ortopediya, yəni uşaq ortopediya istiqamətidir. Yəni dayaq hərəkət sisteminin xəstəliklərlə məşğul olur. Əl və mikrocərrahiyyə, əl cərrahiyyəsi ilə məşğul olan sahəsi var. Ayaq cərrahiyyəsi ilə ayrıca məşğul olan, ayaq və aşıq baldır oynağının xəstəlikləri ilə məşğul olur. Bundan başqa çox böyük bir və xüsusi bir sahəsi olan sümük əzələ sisteminin şişləri ilə, xoş xassəli və bəd xassəli şişləri ilə məşğul olan ortopedik onkologiya sahəsi var. Deformasiya cərrahiyyəsi ilə məşğul olan ayrıca bir istiqaməti var və onurğa xəstəlikləri ilə məşğul olan ayrıca bir istiqaməti var. Bütün bunlar təməl tibbi təhsili bitirdikdən sonra 6 il tibb ixtisasını yiyələndikdən sonra xüsusi imtahanlarla daxil olunur bu spesifik ixtisaslaşma təhsilinə, rezidentura təhsili gedir. Türkiyədə uzmanlıq təhsili deyirik. Və nəticə etibarilə 5 illik bir sıx kliniki fəaliyyətdən sonra biz artıq xüsusi imtahanlar verərək bu ixtisasa yiyələnmiş oluruq. Bayaq sadaladığım ixtisaslarda da ayrıca ixtisaslaşmaq üçün ortoped travmatoloq ixtisasını bitirdikdən sonra deyək ki, sadəcə onurğa cərrahiyyəsi ilə, sadəcə ortopedik onkologiya ilə və yaxud da ki, digər sadaladığım istiqamətlərlə də 2 və ya 3 il əlavə təhsil
alınır. Bu bizim ölkəmizdə hələ ki yoxdur, amma qərb təhsilində bunun istiqamətlənməsi sadadığım şəkildə elə Türkiyə və Avropadan götürsək, elə orada travmatoloq anlayışı yox, ortoped olaraq, uzman ortopedist olaraq təqdimatlar verilir, amma bizdə ola bilsin ki, bizdə tam insanlarımızın daha çox düşüncəsində travmatoloq olaraq. Burada təbii ki, oynaq xəstəlikləri üzərindən daha çox dayanırıqsa, ümumiyyətlə sualla başlayaq belə, niyə oynaqlarımız ağrıyır? Burada təbii ki, bir neçə səbəblər göstərilir, amma bu səbəblərin öndə duranı, bilmədiklərimiz nələrsə varsa, bugün onu eşidək sizdən. Ümumiyyətlə, oynaq ağrısı yeni doğulan dövrdən ta yaşlılıq dövrünə qədər bütün yaş qruplarında gördüyümüz bir məsələdir. Ağrıya keçmədən öncə oynaq sağlamlığı nədir? İlk öncə onun mahiyyətini açıqlayaq. Oynaq sağlamlığı fiziki olaraq oynağın ağrısız, hərəkətli, mental olaraq da, yəni psixoloji olaraq da tam rahat hiss etmə halıdır. Dolayısıyla bu sağlamlığın pozulması, yəni biz özümüzü rahat hiss etməməyimiz, hərəkət zamanı oynaqlarda yaranan diskomfort hissiyatı, eyni zamanda hərəkətimizi məhdudlaşdıran ağrılar, hərəkətin özünün limitinin, oynaq hərəkət açıqlığının məhdudlaşması, bütün bunlar oynaq sağlamlığının pozulma əlamətlərini göstərir. Əlbəttə, bugün poliklinikaya müraciət edən, yəni ortopediya, travmatologiya müayinəsinə müraciət edən xəstələrin, pasiyentlərin əksəriyyəti, böyük əksəriyyəti oynaq ağrılarından əziyyət çəkən yaş qrupu daha çox 55-60 yaş üzəri olan yaşlı insanlardır. Xüsusən çəkisi çox olan, yüksək çəki, xüsusən yaşın irəli olması, əlavə xəstəliklərin oynaq sağlamlığını pozması, xüsusən bunlara revmatizmal xəstəliklər aiddir. Bəzən, məsələn, revmatizmal xəstəliklər də özünü ortopedik travmatoloji xəstəliklər kimi büruzə verə bilir. Buradakı əsas nüans bu xəstəlikləri səbəblərinə ayırmaq və düzgün ixtisas həkiminə yönləndirmək və yaxud da ki, ortoped travmatoloji xəstəliklərdirsə, ona yönəlik müalicələr tətbiq etmək əsas götürülür. Bundan başqa isə daha çox genetik faktorlar da burada rol oynayır. İnsanların iş şəraiti burada çox önəmlidir. Uzun müddət ayaq üstə çalışan, ağır işlərdə çalışan, oynağın üzərinə gərəyindən artıq yüklənmələr də oynaq sağlamlığını pozan faktorlardan hesab olunur. Xüsusən qravitasiyanın təsiri ilə bizim oynaqlarımıza, aşağı ətraflarımıza yük daşıyan diz oynağıdır, butçanaq oynağıdır. Çəkimizin 2 misli yük minir. Əgər 80 kiloqramlıq bir insanın bir diz oynağından 160 kiloqram təxminən yük keçir. Əlbəttə, oynaqların sağlamlığının pozulması da bu yükü daşıya bilmədiyi üçün yaş artdıqca oynağın elastikliyi, oynağın anatomiyasındakı dəyişikliklər də bu yükü tolerə edə bilmədiyi üçün ağrı ilə özünü büruzə verir. Əlbəttə, bizim buradakı hədəfimiz xəstənin həyat keyfiyyətini yaxşılaşdırmaq, sağlamlığını qazandırmaq və yaxud da ki, yaxşılaşdırmaqdan ibarət olmalıdır. Hədəfimiz sadəcə ağrını kəsmək deyil, eyni zamanda xəstənin yeni fərqində olduğu bu prosesə uyğunlaşdırmaq da bizim əsas funksiyalarımızdan biri hesab olunur. Doktor, anadan gəlmə və sonradan qazanılmış xəstəliklərlə bağlı danışdıq. Travmatoloji təbii ki, burada oynaq ağrıları ilə və travmatoloji xəstəliklə danışırıqsa, anadan gəlmə, yəni bu irsi genetik yolla keçməsini vurğulayırıq. Yoxsa hamiləlik dönəmində ola bilər bətində müəyyən bir zədələnmələrin hamilə qadının müəyyən zədə travma alması və yaxud da dərman preparatlarının fonunda verdiyi əks təsirlərdən uşaqlarda bunların qüsurlu doğuluşu mu olur və sonradan qazanılma nə əsasında olur? Bunlara istəyəcəm bir qısa yanaşmamız olsun. Ortopediya, travmatologiya hərfi mənada latıncadan ortos, düzgün, pedios uşaq deməkdir. Düzgün uşaq, yəni deformasiyası olmayan uşaq deməkdir. Biz bunlara baxdıqda, səbəblərini araşdırdıqda, əlbəttə, əsas faktorlar, irsi faktorlar rol oynayır. Eyni zamanda doğuş prosesində doğuş travmaları rol oynaya bilər və yaxud da ki, bəzi ana bətnində keçirilmiş olan infeksiyalar, ananın keçirdiyi infeksiyalar uşağın inkişafının pozulmasına səbəb ola bilər. Və bəzən də butçanaq oynağının, məsələn, örnək versək, doğulduqdan ilk 6 ay
periodda inkişafı tamamlanmış olur. Bu çanaq oynağı bəzən tam olaraq öz anatomik strukturunda olmur və doğulduqdan sonra biz bütün insanlara, bütün uşaqlara ilk bir aylığında bu çanaq oynaqlarının ultrasonografiya, yəni xalq arasında UZI kimi bilinir, ultrasonoqrafik müayinəsinin aparılmasını tövsiyə edirik. Bu bir eyni zamanda ictimai sağlamlıq problemidir. Əgər uşaqlarda bu çanaq oynağının inkişaf qüsurları varsa, o zaman gələcəkdə bunların əlil qalmasına, əmək qabiliyyətinin itməsinə və sağlamlıqlarının itirilməsinə gətirib çıxarır və bu insanların həm yerişi, həm belə deyək, əlavə ağrıları, erkən oynağın artrozu və s. kimi problemlərə gətirib çıxarır ki, və yaxın gələcəkdə də bunlar cərrahi əməliyyata müraciət etmək məcburiyyətində qalırlar. Halbuki biz ilk bir aylığında bəsit bir ultrasonografiya ilə, heç bir zərəri olmayan bir ultrasonografiya ilə bu diaqnostikanı qoyduqdan sonra xüsusi ortezlər vasitəsilə ilk 6 ay içərisində bu öz-özünə sağalıb gedə bilən bir xəstəlikdir. Böyük əksəriyyəti, 100 uşağın 95-i, belə deyək, sadəcə bəsit ortez taxmaqla bu problemdən qurtulmuş olur. Əgər 6 ay keçiriksə, o zaman artıq işin biraz istiqaməti dəyişir. Çünki oynaq müəyyən 6 ay içərisində inkişaf eləyir və yarımçıq olan oynaq patoloji vəziyyətdə inkişaf elədiyi üçün artıq fərqli rentgenoloji, ondan sonra digər əməliyyat xanada biz baxdığımız rentgen altında oynağın stabilliyinə baxırıq və onlara gipslərlə olmursa artıq açıq cərrahi ilə oynağı öz anatomik vəziyyətinə qaytarırıq və xüsusən 2 yaş və 2 yaş yarım yuxarı uşaqlarda isə artıq sümük əməliyyatlarına müraciət edirik. Yəni sümük əməliyyatları icra edirik, oynağı yenidən şəkilləndiririk. Bu da əlbəttə ki, valideynlər üçün ciddi bir səbir gərəkdirən bir məsələdir. Çünki əməliyyat sonrasında da xəstələr bir 6 aya yaxın, 3 ay gipslə, digər 3 ay isə xüsusi ortezlər istifadə etməklə, daha sonra reabilitasiya məsələləri ilə və yaxın həkim nəzarətində qalmaqla öz həyatlarını davam etdirirlər. Təbii ki, bunun da ilk olaraq bu gedən qüsuru pediatra, bizdə daha çox yeni doğulmuş körpələri yönəli istiqaməti birbaşa anlayışımızda və ağlımızda pediatrdır və peşəkar, sırf işinin peşəkarı olan pediatr bu qüsuru görür və birbaşa olaraq sizə yönləndirir. Necə ki, biz hər dəfə buraxılışımızda danışırıq ki, artıq uşaq kardioloquna belə yönəli istiqamətlər çox təəssüf olsun ki, bəzən bu problemləri pediatrlar özü üzərlərinə götürür və sonradan dediyimiz kimi gecikmiş bir dönəm olur ki, burada da artıq geriyə dönüş istədiyimiz nəticəni verməyə bilər. Doktor, sınıqlar və çıxıqlar. Travmatologiya. Travmatologiya, bəli. Bəzən travmatologiya deyəndə deyirlər ki, avtomobil qəzasında ağır qəza keçirilən zaman əlin və qolun gipsdə olan görünüşü və tablosu göz önümüzə gəlir. Bu sınıqlar və çıxıqlar nə zaman? Əslində, sınıqçı deyilən bir türkəçarı üsulu ilə təbabətdə, belə deyək də, təbiblər, loğmanlar özlərini adlandıran bir belə də fəaliyyət növü var. Qolum çıxdı, ayağım çıxdı, topuğum çıxdı. Bu anlayışlarla indi təbii ki, indi hər kəsin yanaşmasına hörmətlə yanaşır. Şəxsən mən bunları qəbul etmirəm və bununla məşğul olan və sınıqçıya gedəcəm, bu bərpa olunacaq. Bu mənim çıxmış qolumu və barmağımı yerinə qaytaracaq kimi düşüncə və yanaşmalar var. Bunlar bir inanc yeri ola bilər təbii ki, amma bunu elm və tibb nə dərəcədə qəbul edir bilmirəm. Ümumiyyətlə insanlarda sınığın və çıxığın müalicəsi və gedişatı necə olur, müalicə və terapiya üsulu necə olur və dediyimiz bu türkəçarı üsulunda nə dərəcədə doğru istiqamət var, bu haqda istəyirəm danışaq. Ümumən götürdükdə dayaq hərəkət sistemini bir yaxşı konstruksiya olunmuş bir binaya bənzətsək, ortoped travmatoloqlar daha çox insan mühəndisləridir. Bizim dərman və s. məsələlərlə çox da işimiz olmaz. Biz daha çox biomexanika ilə, mexaniki problemlərlə oynağın anatomik və mexaniki oxunu və funksiyasını bərpa etməklə məşğul oluruq. Buradakı nüans nisbətən biofizika elmini də özündə ehtiva edən bir istiqamətdir. Müasir ortopediya travmatologiya əlbəttə sizin dediyiniz xalq təbabəti ilə də
bir növ iç-içə olub zamanında. Amma hal-hazırda əlbəttə oynaqların funksiyası və yaxud da ki, ətraflardakı baş verən hər hansı bir travmalarda oynaq tamlığının, sümük tamlığının və yaxud yumşaq toxumaların pozulması və ona yanaşma düzgün bir, yəni müasir tibb elminin istiqamətində olmursa, əlbəttə xəstələrdə ciddi ağırlaşmalara gətirib çıxara bilər. Primitiv olaraq biz bu yanaşmaları harda görə bilərik? Bayaq qeyd etdiyiniz, məsələn, biz müxtəlif təcili yardıma müraciət edən xəstələrdə müxtəlif ssenarilər görürük. Hətta doktor, biz xəstəmizi çıxıqçıya aparmaq istəyirik deyə belə bir praktikada belə deyək də, gördüyüm xəstələr belə olmuşdur. Amma bu biraz tibbi maariflənməklə əlaqəli məsələdir. Tibbi maariflənmənin nə qədər yüksək olması bu məsələlərin bir o qədər azalmasına gətirib çıxarır. Dayaq hərəkət sisteminin xəstəliklərində travmalara baxdıqda biz bunu iki istiqamətə bölə bilərik. Birincisi, aşağı enerjili travmalar nəticəsində yaranmış olan sınıqlar və çıxıqlar. Bir də yüksək enerjili travmalar nəticəsində yaranmış olan oynaq tamlığının, sümük tamlığının pozulması. Aşağı enerjili nə deməkdir? Məsəl üçün, bəsit getdiyimiz yerdə, yolda ayağımızın burxulub yıxılmağımız, ev şəraitində ayağımızın altından, xüsusən yaşlı insanlarda büdrəmələrin nəticəsində zədələnmələr. Bunlar aşağı enerjili travmalardır. Yüksək enerjili travmalar təbii fəlakətlər, avtomobil qəzaları, yüksəkdən yıxılmalar, xüsusən müharibə dövründə olan hərbi əməliyyatlar dönəmi almalar, yüksək enerjili zədələnmələr, bunlar sınıqlara və çıxıqlara gətirib çıxara bilər. Əlbəttə ki, enerjinin şiddətindən və yaralanma səbəbindən asılı olaraq da sınıqlar və çıxıqlar, belə ümumi desək, özünün müxtəlif formalarına görə, təsnifatlarına görə müalicə üsulları dəyişir. Deyək ki, bəsit yıxılmalar zamanı, indi bu hal-hazırda keçdiyimiz mövsümlə əlaqədar olaraq ən çox rastlanan aşıq baldır oynağının, yəni topuq oynağının burxulmaları, yıxılmalar nəticəsində dirsək oynağının, əl-bilək oynağının zədələnmələri, çiyinin çıxıqları, buç çanaq oynağının sınıqları və yaxud da ki, çıxıqları kimi xəstəliklər, oynaq tamlığının pozulması özünü göstərə bilər. Əlbəttə ki, bunlar ciddi, təcili müdaxilə ehtiyacı doğuran hallardır. Yəni, bunları bəsit bir primitiv üsullarla sağaltmağa çalışmaq həm vaxtın itirilməsinə, həm oynaq tamlığının sağlamlığının geri qazanılmasında ciddi əngəllərdir. Buna müraciət edən, məsələn, bir çox xəstələr olur ki, türkəçarə üsulu ilə, deyək ki, dirsək sümüyünün, bəsit deyək, dirsək oynağının travması nəticəsində gərəksiz, həddindən artıq sıxılmalarına məruz qalan xüsusi şinalar və s. ilə gəlirlər və o zaman uzun müddət qan dövranı pozulduğu üçün sümüyü bərpa etsək belə əlin funksiyaları tamamilə itirilmiş olur və nəticə etibarilə bu insanlar əlil qalır və bunlara sadəcə palliativ müdaxilələr dediyimiz müxtəlif xəstənin hazırki vəziyyətini daha yaxşılaşdıran keçici cərrahi müdaxilələr etmək məcburiyyətində qalırıq. Amma buradakı yanaşma birinci travmaya məruz qaldıqda insan ilk yardım üsullarını hər kəs bilməlidir. Əslində, bugün bu məlumatlara əlçatanlıq çox rahatdır. Sosial mediada, digər platformalarda yazdıqda bunları biz məlumatlarını əldə edə bilirik. İlk edəcəyimiz 3 əsas məsələ var. Birincisi, zədə almış ətrafın, ayaqdırsa, əldirsə, yuxarı ətraf, aşağı ətraf, hərəkətsizləşdirmək lazımdır. Hərəkətsizləşdirmək üçün bəsit bir, sərt bir materialı götürüb o oynağın və yaxud da ki, deyək ki, said nahiyəsi zədələnibsə, aşağı və yuxarı oynaqları təsbit edəcək şəkildə yüngül bir sıxmaqla və onu təsbit etməklə, eyni zamanda zədələnmiş ətrafı yüksəltməklə və buz tətbiq etməklə ən yaxın tibb müəssisəsinə müraciət etmək lazımdır. Və yaxud da ki, böyük oynaqların zədələnməsi baş veribsə, təcili tibbi yardımı mütləq şəkildə dəvət etmək lazımdır. Onlar vasitəsilə xəstələrin xəstəxanaya, ya ixtisaslı poliklinikaya və yaxud da ki, təcili tibbi yardım şöbələrinə daşınmağı labüddür. Bu sınıq çıxıqlardan danışmışıq. Elə daha çox sınıqların, belə deyək, çıxıqların da göstərəcəyi yer çiyin oynağı xəstəlikləridir ki, daha çox böyük bir funksional, belə deyək də, artıq bir
aparıcı bir qüvvəyə sahibdir əslində çiynimiz. İstiqamət üzərində gün ərzində demək olar ki, bizim istiqamət fəaliyyətimizi yönəldən, bəlkə də birincilərdə dayanacaq bir bədənimizin müəyyən bir hissəsidir. Burada sınıqlar olur, eyni zamanda da çıxıqların da daha çox olduğu bir məqamdır. Bəzən çiyində bu oynaq ağrılarını əllərimizdə və qollarımızda olan keymə, stres nəticəsində olan keymə ilə bərabər edib, bunun müalicəsini nevroloqlarda axtardıq. Bəzən müəyyən boyunda olan disk yırtığı, fəqərələr arasında yırtıqla bağlı, belə də artıq hissiyatım itir, çiynimə qədər ağrı vurur, bəzən alt çənəsində olan diş ağrılarının birbaşa çiynimə vurur kimi əlaqələndirmələr oldu, amma heç bir zaman bunu sırf ciddi travmatoloji xəstədir deyə hələ də anlayışında insanlarda formalaşdıra bilmirik. Ümumiyyətlə, bu bir mənalı olaraq necə demək olar ki, çiyin oynağı ciddi bir xəstəlikdir və bunun fəsadı bizim düşündüyümüzdən və bildiyimizdən də əslində ciddidir. Tamaşaçı zəngimiz var. Doktor, mümkünsə bizim sualımız sonra cavablandırırlar. Tamaşaçımız xəttədirsə onu eşidək. Axşamınız xeyir olsun. Buyurun, eşidirik sizi. Mən doktora sualım var. Mən çiynimdə ağrı var. Qolumda qalxmır yuxarı. 6-7 aydır, 5-10 dənə də həkim yanına getmişəm, xeyri dəmir. Mən neyə bilərəm? Yaşınız neçədir sizin? Yaşım 57. Daha əvvəl travma keçirmişsiniz hər hansı bir? Xeyr, travma keçirməmişəm. Yavaş-yavaş qolum elə dondu, qalxmadı yuxarı. Sonra da 5-6 dənə fizioterapiya zada getdim, xeyri dəymədi. Elə bu dəqiqəki sualımız da bununla əlaqəlidir. Yəqin ki, fizioterapiya müalicəsinə getmişsiniz. Bəli. Mən cavablayacağım indi bu məsələni. Təşəkkür edirik, Allah şəfa versin. Elə dediyimiz məqam, elə eyni məqamdır. Cavabınızı alaq, sonra reklam fasiləmiz olur. Deməli, çiyin oynağı bizim orqanizmimizdə ən geniş hərəkət açıqlığına sahib oynaqdır və böyük oynaqlardan hesab olunur. Çiyin nahiyəsinə baxdıqda biz 3 dənə böyük oynağın birləşməsini görürük. Birincisi, bazu sümüyü ilə kürək sümüyünün birləşməsini. İkincisi, körpücük sümüyü ilə kürək sümüyünün çıxıntıları arasındakı birləşmə, akromiyoklavikular oynaq dediyimiz. Üçüncüsü isə kürək sümüyü ilə döş qəfəsinin təmasında olan oynağa bənzər bir struktur. Bu üç mexanizmdə meydana gələn və bunların ətrafında olan əzələ və bağlar eyni zamanda oranı innervasiya ilə, sinirlərin kompleksi ilə bir çiyin nahiyəmiz formalaşır. Tamaşaçımızın da sualına cavab olaraq deyə bilərik ki, qolun qalxmaması da bir simptomdur ağrı ilə yanaşı. Əllərimizdə keyləşmələr də bir simptomdur. Amma biz bunları çiyin xəstəlikləri ilə mi əlaqəlidir, yoxsa deyilmidir? İlk öncə buna baxmalıyıq. Öncəlikli olaraq çiyin xəstəliklərini iki yerə ayırsaq daha doğru olar. Birincisi, travmatoloji xəstəliklər, yəni yüksək və ya aşağı enerjili travmanın təsirindən yaranmış olan xəstəliklər. İkincisi isə onun oynağını, çiyin oynağını digər mexaniki xəstəlikləri. Burada nüans nədən ibarətdir? Konkret suala cavab versək, çiyin oynağını qaldıran və önə doğru, arxaya doğru hərləndirən əzələ qrupları var. Biz buna rotator kaf dediyimiz, İngilizcəsi belə gedir, hərləndirici əzələ qrupları dediyimiz 4 əzələ var və bu əzələlərin sümüyə birləşən yerində bir yırtığın və yaxud da ki, oynaq kapsulasının yapışması nəticəsində çiyin oynağının hərəkəti məhdudlaşır. Bu əzələlər sümüyə birləşən nahiyədən yırtılırsa, dolayısıyla bu xəstələr qollarını yuxarı qaldıra bilmir. Bu da özündə xəstələrdə bir yanlış seçimə gətirib çıxarır. Hərəkət məhdudluğu varsa, demək bu sinir problemidir deyə fərqli istiqamətə yönəlirlər. Halbuki bu sinir problemi deyil, mexaniki bir səbəbdir. Biz ilk öncə bunu diaqnostika edirik. Xüsusi onun testləri var, o testlərdən keçiririk. Fiziki müayinədir bunlar. Və yaxud da ki, qolu qalxmayan xəstələr ilk müraciət yeri rentgenoloji müayinədən keçirir. Əlbəttə ki, rentgenoloji müayinə önəmlidir bizim üçün, amma diaqnostik deyil. Çünki problem sümüklərdə deyil, yumşaq toxumalardadır. Vətərlərin, əzələlərin problemidir. İlk öncə maqnit rezonans tomoqrafiya bizim üçün klinik olaraq ən əhəmiyyətli diaqnoz qoymada üsuldur. Bizim tamaşaçımıza tövsiyəm ondan ibarətdir ki, mütləq şəkildə bir travmatoloq yanına gedib çiyin oynağının maqnit rezonans tomoqrafiyasını müayinə etdirməlidir. Və dolayısıyla diaqnostika qoyulduqdan sonra böyük ehtimal əzələ yırtılması nəticəsində və yaxud da ki, iltihabi proses nəticəsində çiyin oynağında yaranan ağrılar
çiyin oynağının hərəkətliliyinin məhdudlaşmasına gətirib çıxır, qoruyucu refleksi olaraq. Və oynaq kapsulası yapışaraq elə xəstənin də özünün dediyi kimi donmuş çiyin sindromu dediyimiz bir sindrom var. Donmuş çiyin sindromu ilə özünü göstərir bu xəstəlik. Bu diaqnoz qoyulduqdan sonra xəstəyə baxılır, əməliyyat göstərişi varsa o seçilir, əməliyyat göstərişi yoxdursa, düzgün maarifləndirmələrlə və dərman müalicəsi, oynaq içi inyeksiyalar və yaxud da bəzən manipulyasiyalar edərək çiyin oynağını açırıq. Sadəcə fizioterapiya deyil, eyni zamanda reabilitasiya tədbirləri. Çünki bu proses ağırlı bir prosesdir. Yapışmış çiyin oynağını açmaq özü ciddi bir əmək və fizioterapevtik müdaxilə tələb eləyir. Düzgün bir yerə yönləndirməklə konservativ, yəni qeyri-cərrahi üsul seçiləcəksə, qeyri-cərrahi üsulla xəstələrə kömək etməyə çalışırıq. Olur, yenə də həmin o fizioterapiya müalicəsi və reabilitasiya da məhz həkimin göstərişi ilə olmalıdır. Və nəzarətində saxlamaqla. Nəzarətində olmaqla, bəli. Reklam fasiləsinə ayrılırıq. Reklam fasiləsindən sonra yenidən müzakirəmiz davam edəcək. Reklam fasiləmiz bitdi, müzakirəmiz yenidən davam edək. Xatırladaq ki, bugün travmatoloji xəstəliklərdən danışırıq. Çiyin, diz oynağı xəstəliklərindən. Qonağımız isə uzman doktor Şəhriyar Fəthulayevdir. Doktor, çiyin oynağı xəstəliyindən elə bu mövzunu sonuncu bir sual da verim, ondan bitirək. Daha çox bu boyun ətrafı ağrıları yansıması ilə də qarışdırırıq, deyilmi? Və deyirik, boynumda, belə deyək də, müxtəlif diaqnozlar özümüzdən qoyuruq. Hətta deyirik, baş ağrıları var, miqrendən mənim çiyinlərim də ağrı verir və yaxud da dediyim kimi fəqərlər arası diz yırtığı var. Dediyimiz el arasında daha çox akta olan duzlaşma var ki, bu duzlaşmadan əziyyət çəkirəm. İndi o duzlaşmada nə duzlardır, biz o haqda da danışacağıq və onların vurduğu ağrıları çiyin oynaq ağrıları ilə bəzən qarışdırılır. Normalda çiyin oynağının özünün xəstəlikləri nəticəsində daha çox çiyin nahiyəsinin ön hissəsində ağrılar biz görürük. Amma digər yaxın, məsələn, boyun nahiyəsində baş verən hər hansı bir problemlər, fəqərarası disk yırtıqları, protruziyalar, fəqərarası oynaqlarda meydana gələn artrozlar, faset oynaq artrozları deyirik. Bu zaman isə daha çox çiyinin arxa hissəsinə yayılan ağrılarla özünü büruzə verir. Yaşlı xəstələrdə bunu bir-birindən ayırmaq çətindir. Çünki xəstəni müayinə etdikdə daha çox ön çiyin ağrısında xəstə deyir, arxa çiyin ağrısında müəyyən eləyir. Ona görə biz diaqnostika edərkən bu iki məsələni diqqətdə saxlayırıq. Həm çiyin oynağının, həm boyun nahiyəsinin müayinəsini birlikdə aparırıq. Xəstənin daha çox şikayəti arxa çiyin ağrısı, əllərdə keyləşmələr, qüvvətsizlik, əllərinə bir hər hansı bir stəkan qaldırdıqda əllərindən düşmə kimi simptom və yaxud da yanma hissiyatı kimi simptomları varsa və əzələ qüvvətsizliyi də vardırsa, o zaman biz bunu daha çox sinir sıxışmasına bağlı boyun nahiyəsindən yansıyan ağrılar kimi qiymətləndiririk və boyunun üzərində daha çox, boyun xəstəliyi üzərində daha doğrusu müalicə üsullarımızı qururuq. Əgər yox, tam tərsi ön çiyin ağrısı varsa, biz birinci baxırıq bu oynağın xəstəliyi midir, yoxsa yumşaq toxumanın, vətərlərin və yaxud da ki, oynaq kapsulasının xəstəliyi midir? İkinci olaraq bunu ayırd edirik. Ən çox zədələnən vətər biceps dediyimiz bazunun iki başlı əzələsinin uzun başının iltihabi prosesidir. Biz buna biceps tendinopatiyası və ya tendiniti deyirik. Bunları diaqnostika etdikdə xəstələrə qeyri-cərrahi üsullarla əsasən qeyri-cərrahi üsullarla müalicə etməyə çalışırıq. Burada bizimlə birlikdə əməyi böyük olan digər bir ixtisas qrupu vardır ki, bunlar fizioterapiya və reabilitasiya həkimləridir. Onlarla birlikdə xəstələrin bu ağrılarını sağaltmağa çalışırıq. Eyni zamanda da bu çiyin oynağı ağrılarından sonra aşağıya doğru gəliriksə, təbii başlayır bizim daha çox aktual olan diz oynağı ağrıları. Hansı ki, diz qapağının zədələnməsi, təbii ki, bu indi böyük bir travmalardan da ola bilər. İdmançı, daha çox futbolla məşğul olan insanlarda daha çox rastlanır və müəyyən dediyimiz kimi yaş həddi artıq 50 yaş üzərinə gedən insanda, daha çox artıq çəkidən əziyyət çəkən insanlarda bu başlayır. Bu ağrıların olması diz qapaqlarında dediyimiz kimi duzlaşmadan əziyyət çəkirəm kimi anlayış var və bu duzlaşmamı mən oradan götürsəm, mənim diz oynaq ağrılarım götürüləcək kimi düşüncə var. Nə dərəcədə ümumiyyətlə həqiqətə söykənəcək bir düşüncədir bunlar, doktor? Diz oynağı ağrılarını yaşa görə bölsək, 50-55 yaşa qədər olan diz oynağı ağrıları
tamamilə başqa səbəbdən, 55-60 yaşlı üzərində olan insanlarda isə tamamilə fərqli səbəbdən yaranır. İlk öncə biz başlayaq yaşlı insanların diz oynağında, xüsusən duzlaşma dedikləri, kirəslənmə dedikləri problemdən. Müəyyən zaman keçdikcə bizim diz oynağının qığırdaqları və oynağın digər anatomik strukturları yaşlanmaya məruz qalır. Proqramın əvvəlində də qeyd etdiyimiz kimi bizim aşağı ətrafımız bizim çəkimizin 2 mislini daşıyır. Və dolayısıyla artıq bu yaşlanmış diz oynağı bu çəkini daşıya bilmədiyi üçün ağrı vasitəsilə bioloji olaraq orqanizm öz-özünü məhdudlaşdırır. Biz artıq əvvəlki kimi çevik ola bilmirik, biz artıq uzun müddət piyada yeriyə bilmirik. Əslində bir növ burada ağrı qoruyucu refleks olur. Biz ağrını sırf kəsib üzərinə yüklənməyə davam etdikcə biz oynaq sağlamlığını daha da çox pozmuş olacağıq. Bizim hədəfimiz sadəcə burada ağrını kəsmək deyil. Eyni zamanda var olan problemə xəstəni uyğunlaşdırmaq lazımdır. Duzlaşma dediyimiz məsələ oynaq hərəkət etdirərkən əlimizi diz oynağımızın, diz qapağımızın üzərinə qoyduqda müxtəlif hissiyat, krepitasiya dediyimiz səslər, xırtıltı səslər eşidirik və burada əhali arasında deyilmiş olan bir ifadədir bu. Orada hər hansı bir duzdan əlbəttə ki, söhbət gedə bilməz. Oynağın kapsulasının içi səsi sərtləşdiyi üçün, eyni zamanda oynaq qığırdaqları aşındığı üçün və parçacıqlar sümük içərisində müəyyən yerlərdə osteofit dediyimiz bir problemə gətirib çıxartdığı üçün oynaq kapsulasının sürtünməsinə bağlı olaraq yaranmış olan bir hissiyatdır. Əlbəttə, krepitasiya hərəkət məhdudluğu, krepitasiyanın dərəcəsindən asılı olaraq hərəkət məhdudluğuna səbəb ola bilər. Amma ağrı dediyimiz məsələnin qaynağı bu duzlaşma ilə əlaqə, hər hansı bir duzu oradan çıxaraq, xəstənin diz oynağında artıq heç bir problem qalmayacaq. Bu, əlbəttə ki, heç bir tibbi əsası olmayan bir nüansdır. Bizim buradakı əsas yanaşmamız diz oynağında meydana gələn artroz vəziyyətinin dərəcəsini müəyyən etməkdir. Biz elə diz oynağı xəstəliklərinin dəyişdirilməsi, belə deyək, müəyyən müasir üsullarla dəyişdirilməsi diz qapağının və orada qığırdağın zədələnməsi və aşınmasına da toxunacaq. Telefon xəttində tamaşaçımız var, bizi biraz olar ki gözləyir, gözlətdik sizi. Eşidək sizi, axşamınız xeyir olsun. Tamam, axşamın xeyir olsun doktor. Doktor, mən 2 aydır əməliyyat olmuşam dizimdən. Dizimin içinə şey qoyublar da, qığırdaq yeyilibdi, onun içinə qoyublar. İndi məndə keyləşmədir, 2 aydır keyləşib ayağım. Bir də şiş vardı. Doktor, bir də gəzəndə ayağım bəli bir tak-tak səs edir dizimin içi. Sizə hansı əməliyyat eləyib? Süni oynaq implantı qoyublar? Bəli, qoyublar. Nə qədər keçib əməliyyatın üzərində? Bu 2 aydır doktor. İlk həftələrdə belə bir hissiyatınız var idi diz oynağında? Bəlkə dəhşət ağrılar vardı, dözə bilmirdim. Düz 20 gün mən ağrıdan yata bilmədim. Sonra buz qoydum, nağada keçənlər. İndi ağrılar yoxdur. Şişliyiniz davam eləyirdi, yoxsa necə? Şişliyiniz davam eləyirdi bu ilk həftə? Şiş də var, keymə də var. Bütün bir tərəf, sağ tərəf keydir. Keyləşmə dediyiniz yer hansı hissədədir ayağınızın? Baldır nahiyəsində yoxsa? Bu tərəfdə, sağ tərəfdə, sağ ayağımda olub da. Yox, nahiyə olaraq hansı baldırda mı keyləşmə olur? Yox, dizimdədir, dizimdədir. Dizinizin özündə keyləşmə olur. Əlinizi toxunduqda orada hər hansı bir hissiyat hiss eləmirsiniz, yoxsa necə? Heç nə hiss eləmirəm. Heç nə hiss eləmirsiniz. Yaxşı, aydındır bizim üçün. Aydındır, təşəkkür edirik. Elə buradan başlayaq. Diz oynağının kirəslənmə dedikləri, yəni biz qonartroz dediyimiz, artroz dediyimiz vəziyyətində birincisi artrozun dərəcəsini müəyyənləşdiririk. Bunu çox bəsit bir radioloji üsulla, rentgen vasitəsilə müəyyənləşdiririk. Bəzən xəstələr gəlir, MRT və s. daha kompüter tomoqrafiya və s. etdirən xəstələr müraciət eləyir. Amma buna heç birinə ehtiyac yoxdur. 60 yaş üzəri diz oynağı ağrısı yaranmağa başlayıbsa, xüsusən gecə ağrıları varsa, dərmanla keçməyən ağrıları varsa, bəsit bir parasetamolla keçməyən ağrısı olursa, o zaman ayaq üstündə diz oynağının 2 proyeksiyalı rentgenini çəkirik və oynağı dərəcələndiririk ki, neçənci dərəcə bir artroz var. Biz bunu 4 dərəcəyə bölürük. 1, 2, 3, 4. İlk 3 dərəcəsində hər hansı bir cərrahi müdaxilə tətbiq etmirik. Bunlar konservativ müalicə üsulları dediyimiz üsullarla keçirik. Amma 4-cü dərəcə artrozda artıq bu üsullar çox da işə yaramadığı üçün və yaşlı orqanizm də bunu tolerə edə bilmədiyi üçün biz cərrahiyə müraciət edirik. Bəzən xəstələr deyir ki, doktor, bizim xəstəmiz çox yaşlıdır. Bu xəstəyə cərrahi əməliyyat olarmı? Əlbəttə ki, sağlam yaşlanma dediyimiz bir anlayış var. Bu əməliyyatlar da yaşlı insanlar üçün icad edilib. Biz bu əməliyyatları, oynaq dəyişdirmə əməliyyatları gənc insanlara etməyə biz xoşlamırıq. Çünki gənc insanlar
aktiv insanlardır, hərəkətli daha çox insanlardır və oynaq içərisində yerləşdirdiyimiz materiallar metal və polietilen dediyimiz süni materiallardır və bunlar aşınmaya məruz qalır. Müəyyən bir period sonrasında aşınırlar. Və hərəkətliyin daha az olduğu daha irəli yaşlarda, nə qədər irəli yaşda olursa biz onlara bu əməliyyatı icra edirik. Buradakı nüans nədən ibarətdir? Bəzən xəstələr gəlir, radioloji olaraq baxırıq, 4-cü dərəcə artrozu var. Amma xəstəni müayinə edirik, sorğu-sual eləyirik, istirahət ağrısı yoxdur. Heç bir, yəni, belə deyək, ani uzaq yeriyərkən sadəcə ağrıdan əziyyət çəkir. Biz bunları əməliyyat etmirik. Biz bunları nə qədər gec, gedə bildiyin qədər gedirsənsə və yaxud da ki, nə qədər gec ola bilirsənsə, o zaman əməliyyat tövsiyə edirik. Bizim üçün əməliyyat göstərişi təkdir. Əgər hər hansı bir deformasiya, hərəkət məhdudluğu yaratmayıbsa, xəstəni gecə yuxudan oyandıran ağrı istirahət ağrısı. Əgər bu varsa, üzərinə də bir rentgen çəkdirdikdə 4-cü dərəcə artrozu varsa, o zaman biz xəstələrin oynaqlarını dəyişdiririk. Əgər yox, 4-cü dərəcə artrozu var, bu simptomlar yoxdursa, pilləkən enib çıxarkən normal oturanda ağrı yaradırsa, istirahət ağrısı yoxdursa, dərman müalicəsi, fizioterapiya ilə ağrısı keçmirsə, daha doğrusu keçirsə, bunlara diz oynağına implantasiya etmirik. Bəzən xəstələr bunu bilməlidirlər ki, gərəksiz tibbi müdaxilələrdən qaçınsınlar. Buradakı xəstənin sualına gəldikdə isə keyləşmə məsələsi, diz oynağına biz implantı yerləşdirərkən diz oynağını ortadan kəsirik, diz qapağının ortasından. Və o dərisini sinirləndirən hissiyyat sinirləri vardır. Bəzən o sinirlər xüsusi yara genişləndirici alətlərlə açıldıqda onlar gərilə bilir və nəticə etibarilə bir müddət xəstədə 3 aya qədər, 4 aya qədər, bəzən 6 aya qədər hissiyyat olmaması və yaxud da azalması ola bilər. Bəzən isə kəsilə bilir o sinirlər. O zaman o xəstələr hissiyatı zaman içərisində o vəziyyətə öyrəşdikləri üçün artıq onların həyatında hər hansı bir mənfi təsirə gətirib çıxartmır. Çıxartmır, yəni gedişat normaldır. Bəli, əslində daha doğrusu baxmaq lazımdır, müayinə etmək lazımdır. Həqiqətən bu dediklərim mi var xəstədə, yoxsa tamamilə başqa bir səbəbdənmi bu yaranıb? Tövsiyə edərdim ki, həkimi ilə bunu detaylı müzakirə etsin. Bəli, bir daha getməyinizdə fayda var. Növbəti tamaşaçımız bizi eşidirsə, eşidək sizi. Axşamınız xeyir olsun. Mənimləsiz xanım. Bəli, buyurun, eşidirik sizi. Hər vaxtınız xeyir olsun. Mən nə cür əlaqə saxlaya bilərəm doktordan? Məndə artrozdur. Çiyinlərimdə də, ayaqlarımda da, yəni qəbuluna getmək olar, düşmək olarmı? Elə televizorda soruşmaq. Sualınız varsa, sualınızı burada da səsləndirə bilərsiniz. Qəbula getmək üçün elə yığdığınız nömrədən geri dönüş edərək sizə doktor əlaqə nömrələri redaktorlarımız tərəfindən veriləcək. Amma sualınız varsa, verməkdə yəni sərbəstsiz. Buyurun. Yox, bilirsiniz, belə desəm indi nə deyəcək? Bir var, mən aparardım, mənim MRT var, belə şeylər, analizlərim var. Baxardı, digərdir, nədir? Aydındır. Elə siz dəstəyi asmayın. Biz əlaqəni canlı efirdən kəsirik. Redaktorlarımız sizə nömrəni yönləndirəcək. Tam olaraq, belə deyək də, artıq müayinə üsulu vasitəsi. Əslində, radioloji müayinə olaraq hansı götürülür? Məsələn, müəyyən xəstəliklər üzrə konkret seçilmə istiqamət yönəli müayinə üsulları var. Burada travmatoloji xəstələrdə tam dəqiq olaraq. Ən çox istifadə etdiyimiz radioloji müayinə üsulu rentgendir, bəsit rentgen. Bundan sonra daha çox travmadırsa, oynaq travmalarıdırsa, oynağa uzanan sınıqlar varsa, yer dəyişən sınıqlar varsa, sağaldıqda oynaqda hərəkət məhdudluğu və ağrıya, artroza gətirib çıxaracaq bir problemləri aşkar edib və ona cərrahi müdaxilə planlayırıqsa, o zaman kompüter tomoqrafiya, KT dedikləri üsuldan istifadə edirik. Amma daha çox mexaniki səbəblərdən sonra yaşlanmaya məruz qalıbsa və yaxud da ki, travmaya məruz qalıb gənc bir insandır, diz oynağından misal versək, bağlarını, yumşaq toxumalarını qiymətləndirmək üçün, qığırdağın zədələnməsini qiymətləndirmək üçün isə maqnit rezonans tomoqrafiyadan istifadə edirik. Yumşaq toxumaların zədələnmələrində bəsit vətər gərilmələri, deyək ki, qar vaxtı gəzdiyimizdə aşıq baldır oynağının burxulması baş verdi. Rentgende bir şey görmədik. Bağları görmək üçün bəzi radioloqlar bu istiqamətdə də ixtisaslaşırlar. Dayaq hərəkət sisteminin ultrasonoqrafiyası. Ultrasonoqrafiya ilə topuq oynağının bağlarını ilk
ilkin olaraq qiymətləndirmək mümkündür. Əgər bu qalıcı simptomlara səbəb olursa gələcəkdə, o zaman MRT ilə maqnit rezonans tomoqrafiya ilə qiymətləndiririk. Ortopedik onkologiya hissəsində isə əlbəttə pozitron emission tomoqrafiyalar var. Biz onlardan istifadə edirik. Daha çox xərçəng, sümük xərçəngi və yumşaq toxumaları təsdiq etmək. Mən elə ona toxunmaq istəyirdim ki, sümüklərdə olan şişlər, sümük şişləri ilə bağlı, təbii ki, bu da sizin fəaliyyət istiqamətinizə daxildir. Ümumiyyətlə, bunların bəd xassələri və xoş xassələri var ki, bunlar müalicəyə və cərrahi müdaxiləyə birbaşa göstərişi olanlardır. Bunların yaranması ola bilərmi ki, bu travmatoloji xəstəliyinə illər boyu adi bəsit baxıb, müalicə etmədən yığılıb, müəyyən dönəmdən sonra qabarması, yanlış müalicələrin gedişinin fəsadı, belə deyək, və yaxud da yaranma səbəbləri bəlkə də bəlli olmayan fərqli bir tərəflərdir. Yəni, ortopedik onkologiya ümumiyyətlə ölkəmizdə də çox da tibbi maariflənmə olaraq çox da bilinməyən bir məsələdir. Çünki biz Sovetlər Birliyindən sonra tibbi təşkilatlanmamız daha çox onkoloqlar üzərindən olduğu üçün, onkoloqlar da bütün, yəni onlar da öz aralarında ixtisaslaşıblar. Amma ortopediya, travmatologiya və yaxud da digər ixtisaslar da eyni zamanda onkoloji xəstəlikləri ilə də o sahənin məşğul olurlar. Çünki təhsilimiz bu istiqamətdədir. Bizim ixtisas sahəsində dayaq hərəkət sisteminin bəd xassəli və xoş xassəli şişlərinə baxdıqda, bunlar uşaqlıq dövründə, xüsusən yeniyetməlik dövründə daha çox rastlanır. Nəinki daha çox yetkin yaşda olan insanlarda. Əlbəttə, bunlarda da var. Uşaqlıq dövründə birbaşa o orqan və toxumanın özünün şişləri rastlanırsa, yaşlı insanlarda isə bizə müraciət edən daha çox başqa orqan və toxumaların metastazları, yəni oraya kişilərdə daha çox prostat, ağciyər xərçəngi, qadınlarda daha çox süd vəzi xərçənginin sümüklərə və yaxud yumşaq toxumalara yayılması ilə özlərini biruzə verir. Onlar o şəkildə müraciət edirlər. Onkoloji xəstəliklərin müxtəlif səbəbləri vardır. Genetik faktorlar burada rol oynayır, qidalanma faktorları rol oynayır. Bəzən də isə səbəblərini tapa bilmirik ki, burada hansı bir səbəb rol oynayır. Bunların müalicəsinə indi qayıtmaq istəyəcəm. Əgər telefon xəttimizdə hələ ki tamaşaçımız varsa, eşidək sizi. Axşamınız xeyir olsun. Alo. Eşidirik, buyurun. Axşamınız xeyir. Axşamınız xeyir, xanım. Mənim yoldaşımda bu diz qapağında problem var. Xanım, gəzə bilmir. Amma belə ağrılar yatanda incitmir onu, gəzəndə, bir dənə gəzəndə incidir. Prosta axsıyır, bir də diz elə bir ki, diz qıç əyilibdir də belə. Yaşı neçədir xəstənizin? Xəstənin 65 yaşı var. 65 yaşı, yəni tipik artroz vəziyyəti və yaşına uyğun bir simptomlar deyir. Başqa nəsə sualınız varsa deyin, cavablayaq. Həkim, axşamınız xeyir. Axşamınız xeyir olsun. Həkim, məndə belə bir problem var. Bu sol qıçamdır məndə. Bəli. Nə qədər müddətdir ağrınız var? 2 dəfə əməliyyat olmuşam bu qıçamdan. Nə əməliyyat olmuşsunuz? Yəni əməliyyat ediblər də. Açıq əməliyyat olub, qapalı əməliyyat olub? Açıq əməliyyat olub, hər ikisindən yəni. Nəsə, hər hansı bir implant yerləşdirilib oynağın içərisinə? Yox, oynağa yox. Yəni 2004-də olmuşam, bir də 2021-də olmuşam həkim. Başa düşdüm sizi. Baxın, indi məndə 2000, bax bu 1-2 aydır, ağrı axsıyıram, qıçamı tam aça bilmirəm. Bəs ilk əməliyyatınız nə diaqnozu ilə olub? Niyə əməliyyat olmuşsunuz? Vallahi bilmirəm, bax belə bu dırnağın sədəfi boyda bir şey çıxartla bu içərdən sağ tərəfdən. Aydındır. Bir də aşağı qapağın altından yardım çıxartdı, bu Bakıda bu. Aydındır. Aydındır, mən sizi cavablayacağım indi. Normalda böyük ehtimal oynağın içərisində yerləşən elastik toxuma menisk əməliyyatı icra olunub. 2004-cü ildən bəhs edirsə, böyük ehtimal açıq meniskektomiya dediyimiz əməliyyat icra olunub. Menisklər bizim oynaqlarımızın içərisində amortizator funksiyasına sahib elastik toxumalardır. Hansı ki, oynağın yüklənməsini, qığırdağa bilavasitə yükün transfer olunmasını qoruyan bir toxumadır. Biz onu çıxarırıqsa, müxtəlif səbəblərdən çıxarıla bilir. İdmançılarda ola bilir və yaxud da normal vətəndaşlarda bəsit burxulmalarda yırtılmalar yarana bilir. Artıq müasir üsulda biz çıxartma üsulundan daha çox tikilə bilirsə onu qoruyuruq, tikirik və sağalma periyoduna girir xəstələr. Əgər çıxarılırsa o zaman diz oynağı bir 10 il daha erkən 5 il, 10 il daha erkən artroza gedir. O çıxarılmırsa, bəli, artroz vəziyyəti daha erkən olur, çünki qığırdaq daha erkən aşınır.
Sadəcə sual oluna bilər ki, o zaman niyə çıxarırıq? Çıxarmasaq ondan da daha erkən artroz olur. Çünki var olan yırtıq toxuması, var olan qığırdağı daha da aşındırmağa məruz qoyur. Böyük ehtimal pasiyent meniskektomiya əməliyyatı sonrasında oynağının artrozu yaranıb. Əyilmələr dediyi tipikdir. Biz buna varus deformasiyası deyirik. Öndən baxdıqda hər iki ətraf ovari deformasiyaya məruz qalır. Oynaq iç hissəsi daraldığı üçün oynağın anatomik və mexaniki oxu pozulur. Və xəstələr yeridikdə bu yüklənmə pozulduğu üçün ağrı ilə orqanizm kobud desək özü-özünü bloklayır ki, hərəkət etməsin xəstə. Bizim buradakı yanaşmamız nədən ibarətdir? Birinci addım bəsit bir ayaq üstündə duraraq rentgen çəkdirin diz oynağınıza və travmatoloq ortoped vasitəsilə bunu müzakirə edin. Bu artrozun dərəcəsi nədir? 4-cü dərəcə artroz varsa baxmaq lazımdır, sizinlə söhbət etmək lazımdır. Bu ağrıların xarakteri nədir? Nə zaman meydana gəlir? Gözləyə biliriksə gözləyirik. Gözləyə bilmiriksə, alternativ üsullardan istifadə edə bilmiriksə, o zaman endoprotez cərrahiyyəsinə gedir xəstə. Süni oynaq implantasiyası edirik və xəstələr həm əyrilik dediyimiz məsələ ortadan qalxır, çünki oxunu bərpa eləyirik. Həm də ki, xəstələrin ağrısını keçiririk böyük ölçüdə. Xəstələr hətta deyir ki, kaş bu əməliyyatı daha öncə olsaydıq, bu ağrılardan, bu deformasiyadan qurtulsaydıq. Ona görə doğru diaqnoz bütün işin başlanğıcını təşkil eləyir. Sizə də bunu tövsiyə eləyirəm. Bəli, yenə də düzgün diaqnozun qoyulması üçün ilk olaraq düzgün müayinə olunmalıdır. Diaqnoz qoyulmalıdır ki, müalicə metodları düzgün aparılsın və nəticə istədiyimiz kimi faydalı olsun. Doktor, cərrahi müdaxilə olmadan müalicə tabi olan travmatoloji xəstəliklərin sayı çoxdurmu, deyə bilirikmi? Çoxdur, əlbəttə deyə bilirik. Yəni, travmatoloji xəstəlik deyəndə hər birimiz cərrahi müdaxilə düşünərək bəzən də bu insanda bir qorxu xofu yaradır. Yəni, bir travmatoloqa getsəm, məni cərrahi əməliyyat masasına qədər artıq yönləndirəcək. Buna görə də getməkdən çəkinib, dediyimiz kimi türkə çarə və diz qapağının ağrılarının daha çox aktual yöntəmi bu bəzi quyruq yağlarının isidilərək qaynar isti forma, isti dərəcədə və bu hərarətin nə dərəcədə isti olaraq ora qoyulması düzgündür tip tərəfdən. Onu yəni mən öz baxışımdan doğru düzgün hesab etmirəm və onu müəyyən bir belə deyək də isti bir bükümlə bükülməsi və sonra yeni 12-14 saatdan sonra hər dəfə yenilənməsi bu ağrını götürür deyə özümüzdən qoyduğumuz diaqnozlar və müalicə metodları mövcuddur. Amma bunu dediyimiz o vətərlər var, toxumalar var. Onlara verdiyi fəsaddan biz belə deyək də bilgili deyilik. Bu haqda əslində bu çox geniş yayılmışdır. Mən buna görə sizdən fikrinizi alacağam, amma tamaşaçımız gözləyir. Tamam, sizi də eşidək, ola bilsin biz tamaşaçımıza bir faydamız toxunmuş olsa. Eşidək sizi. Axşamınız xeyir olsun. Buyurun. Axşamınız xeyir olsun. Bizim belə bir sualımız var. Mənim 60 yaşım var. Demək, MRT elətdirmişəm, rentgen elətdirmişəm. Dizimdə həm meniskinin yeyilməsi, sonra yırtıq, sonra bir də ki, Beker kistası. Bir ayda müalicə elətdirirəm, amma dəhşət ağrı verir. Yenə ağrıyır da, ayağımı yerə basa bilmirəm ağrıdan. Aydın, gecə ağrılarınız olur? Gecə az olur, yeriyə bilmirəm, ayağımı yerə basa bilmirəm, inanırsınız. Dizinizdə hər hansı bir şəkil pozuntusu, şişlik, dizinizdə şişkinlik və yaxud da ki... Biraz var idi, şişkinliyi biraz çəkilib, amma yenə nisbətdə var. Baldırlarınızda əyrilik və s. yaranıb bu son zamanlarda? Yox, əyriliğim zadım yoxdur, yox. Elə bir şey yaranmayıb, aydındır. Yox. Təşəkkür edirik. Yəni, burada yenə də daha çox artroz diz oynağının yaşlanmaya məruz qalıb. O, xanımın adını çəkdiyi məsələlər, bir yaşlanmış diz oynağı nə deməkdir? Bunu müxtəlif adlandıra bilərik. Tibbi adı qonartroz və yaxud da ki, artroz, xalq arasında duzlaşma, kirəçlənmə. Burada hansı dəyişikliklər baş verir? Oynağın qığırdağı degenerə olur, yəni sıradan çıxır, aşınır. Meniskus dediyimiz struktur yırtılır. Oynaq mayesi bəzən arta bilər, bəzən azala bilər. Oynaq kapsulası elastikliyini itirdiyi üçün oynaq mayesi oynağın bayırına doğru çıxır və nəticə etibarilə orada kapsulyasiya olaraq kist yaradır. Adına, məsələn, Beker kistası deyirik. Sadəcə dizin arxasında deyil, fərqli nöqtələrində də ola bilər. Bunlar müalicəyə tabi olan xəstəlikdir, yoxsa bir artrozun komponentləridir. Hamısına, bütünlüyünə biz artroz deyirik. Biz bunu ayrı-ayrılıqda müalicə etmirik. Artroza bütün yanaşırıq. Yəni, biz Beker kistasını sadəcə müalicə etmirik. 60 yaşında aktiv bir
çəkili deyilsə, idmançıdırsa, o zaman meniskus yırtığına bir müdaxilə eləyə bilər. Bir 70-65 yaş, 70 yaşında insanda onsuz da bu artrozun bir komponentidir və o istiqamətdə dəyərləndiririk. Aydındır. Artıq demək olar ki, son dəqiqələrimizə gəldik, çatdıq. Təbii ki, bundan sonra zəng eləyən tamaşaçılarımıza çox təəssüf olsun ki, artıq redaktorumuz da işarə edir ki, telefon xəttini qoşa bilmirik bağlantını. Çünki efir vaxtımız bitir, amma yenə də həmin nömrə ilə geri dönüş edərək bizim doktorumuzun əlaqə nömrələrini götürə bilərsiniz. Qəbuluna və yanına müayinə üçün getmək istəyənlər təbii ki, bu işdə sizə yardımcı ola bilərik. Doktor, son dəqiqələrimizdir. Təbii ki, çox geniş əslində sahəni əhatə edəcək bir bölümdür. Nə qədər danışsaq, saatlar belə yetməz. Çünki bir neçə fəsillər üzərində formalaşan bir bölümdür. Amma son olaraq necə deyək, bir sağlam bir mesaj ötürək. Necə edək ki, oynaqlarımız ümumiyyətlə ağrımasın? Məncə sizin ən son qeyd etdiyiniz sualın cavabı ilə bu çünki çox önəmli bir məsələdir. Problem olan oynağı isitmək qəti olmaz. Problem olan oynağı soyutmaq lazımdır. Çünki isitmə nəticəsində oynağın qan dövranı, iltihab mediatorlar dediyimiz ağrıya səbəb olan qan vasitəsilə oraya toplanmış olan kimyəvi maddələr deyək adına, o iltihabı artırdığı üçün xəstə keçici olaraq rahatlama hiss eləyə bilir. Amma o istinin təsiri keçdikdən sonra şiddətli ağrıya məruz qalır və nəticə etibarilə xəstəyə bizim dərman müalicəsi, fizioterapiya da beyində dominant mərkəz yarandığı üçün ağrı ilə bağlı. Xəstələri mental olaraq da idarə etmək çətin olur bizim üçün. Mütləq şəkildə bu isti proseduralardan uzaq durmaq lazımdır. İsti vannaların, parafin üsulu ilə müalicə metodlarının ən qədər yayılır. Əslində onlar fizioterapiyanın üsullardır. Biz fizioterapiya ilə də artrozu müalicəsini planlaşdırarkən biz bunları müzakirə edirik. Mütləq şəkildə ağrı olan yerə bir buz tətbiq etmək lazımdır, soyutmaq lazımdır. O soyuğu çox adam tolerə eləyə bilmir, amma o lokal ağrıdır. Ondan çəkinməsinlər ki, orqanizmində ümumi sistemik təsir ola bilər. Onun nə dərəcədə faydalı olduğunu özləri görəcəklər və mütləq şəkildə müəyyən yaşdan sonra bəsit evdə oturduqda belə bu dəzələlərimizi mütləq güclü saxlamaq lazımdır. Bunu internetə yaza bilərlər, bu idmanlar hansılardır, çeşid-çeşid növləri çıxacaq. Gündə 1 saat məşğul olsunlar. Və bu onların dizinin sağlamlığını ən önəmli qoruyucu faktordur, bu dəzəllərinin güclü saxlamaq. Bir də bu dəzəllərində son olaraq bir saniyələr qaldı fikrim deyim. Buz diz oynağı travmalarından əziyyət çəkən insanlarda piyada yürüyüşün çox olması da önərilir əslində, deyilmi? Təbii ki, oynağa minən yüklənməni azaltmaq məqsədilə tövsiyə etmək. Hətta ortezlər istifadə etməli ki, dizə minən yüklənmələr azalsın. Yüklənmələr azalsın deyə bəzən biz piyada gəzintini bizə faydalıdır deyə düşünürük, amma bundan əziyyət çəkən insanlara bu əks göstəricidir. Onu da bugün bilmiş olduq. Doktor, sizə dərin təşəkkür eləyirəm bugün zamanınızı, vaxtınızı ayırıb bu qarlı, soyuqlu vaxtda bizimlə bərabər keçirdiyiniz üçün. Bugün təbii ki, uzman doktorumuz Şəhriyar Fətullayev idi bizimlə, ortoped travmatoloq. Bugün travmatoloji xəstəliklərdən danışdıq. Hər birimizə sağlam can və ağrımayan oynaq, əslində oynaqlarımızı arzulayırıq. Salamat qalın, gələn həftə yenidən görüşmək ümidi ilə.